Salam, hər vaxtınız xeyir. 1 mart OTEK-ın təşkil etdiyi sınağın izahını verirəm. Durğu işarələri bərpa edilərsə, hansı vasitəsinin nitq sisteminə uyğun olar? Samir, qoşa nöqtə, bəli, gələcəm, vergül tiri, dedi, vergül tiri. Biraz gecikə bilərəm, dırnaq bağlanır. Müəllif, vasitəsiz, müəllif və vasitəsiz nitq, yəni D variantıdır. Son samiti fərqli tələffüz olunan, yəni fərqi yoxdur, harda olursa, əsas son samit fərqli tələffüz olunsun. Əmlak dəyişmir, çürük dəyişir, çürük olur. Dənli olur, dənli, xərac olur, xərac. 2, 4, 6 A variantı. Yerinə görə söz birləşməsi əsas və aslı tərəf ola bilir. Əsas hissələrimizi götürməliyik, köməkçi hissələri əsas və aslı tərəf ola bilmir. Ona görə 1, 2, 3 B variantını götürürük. Cümlələrin birində vergül işarəsindən düzgün istifadə edilməyib. A variantıdır, çünki sanki elə bir güya modal sözlərində vergül qoyulmurdu. Mübariz adam üçün məğlubiyyət ar deyil. Ar deyil, nə məğlubiyyət, kim üçün, adam üçün, hansı adam, mübariz adam. Yanlış fikir istəyir, nəqli cümlədir. Bəli, ümumi şəxsi cümlədir. Xeyr, çünki ikinci şəxsin tək və üçüncü şəxsin cəmlə deyil xəbəri. Cümlə üzvlərinə görə təhlili, təyin, tamamlıq, mübtədə xəbər olmalıdır. Yəni 2 və 3 səhvdir, Y variantıdır. Tərkibində həmcins üzvlər olmayan hansı cümlə tabesiliyə əlaqəsi var? Bilirik ki, tabesiliyə əlaqəsi tabesi mürəkkəb cümlədə və həmcinslərdə olur. Bizdən onda demək tabesi mürəkkəb cümlə istəyir. Yoxsul çox şey istər. İstər kim yoxsul, hərissə hər şey istər. İstər kim həris. Elə A variantıdır. Son saati uzun tələffüz olunan sözlər. Eyni dislərə baxırıq. Kor təbii, icraat və əmtə. 1, 3 və 4 Y variantıdır. Yalnız əsas nitq ibarətdir. A-da hamısı əsas nitq hissəsidir, amma digər variantların hamısında B-də üçündür, C-də əndir, D-də necədə, Y-də isə dahadır. A variantı yəni seçirik. Üzərində rəqəm yazılmış hansı söz isim deyil, lakin ismi sualına cavab verir. Avtobusdakılar. Kim? Avtobusdakılar. Sifətin isimləşməsidir. Yəni birincini götür, D variantıdır. Başlanğıc formasında 2x çəkici olan söz. Gözəldən gözəlləşmək, gözəlləşdirmək. 2-leksik, çoxdan çoxalmaq, çoxaltmaq, çoxaltdırmaq. Burada 3 oldu, getdi. Sözdən sözləmək olmadığına görə sözləşmək olur. Mark da qrammatikdir, getdi. Yoldan yoldaş, yoldaşlıq da qrammatik. Yəni 1 və 4 Y variantını seçirik.